Salam aleyküm. Çoxsu bu videoya viza nətər oldu? Ayın 17-sində qalxmalıydı, qalxmalı öyleydi. Yəni burada mən elə belə oturmamışam ki, mən takip eləmək lazımdır. Mən hamıya cavab verim. Kim takip eləyir, ona cavab verirəm. Asobu. Takip eləməyənlərə cavab vermirəm. Takip eləyərlər. Cavablarını verərəm ki, necədir, viza nə cür alınır, necə sağlam şirkətlərlə alınır, hamısını bircə deyə bilərəm və hətta qiymətini də deyə bilərəm ki, neçəyə başa gəlir Montenegro vizası. Yəni iş vizası. Almaq üçün nə qədər pul çıxır, nə qədər şey olur. Takip yazanlara cavab yazıram hamısına, hər kəsə. Bütün mesajlara cavab yazıram. Amma takip eləməyənlərə əslində düzgünü desəm yazmıram. Takip eləyər. Mən yayım açıram, işçiyə ehtiyac olur. Mən yayı açıram, dostuma tanışma işçiyə ehtiyac olur. Yəni onda əlbəttə ki, gəlib yayımdan yararlana bilirlər. Pul istəmirəm ki, əlavə heç kimlə mən pul istəməmişəm hələ indiyə qədər. Yəni takip eləsələr, yayımlar paylaşanda işçilərin də bir lokma çörək qazanmaq istəyəndən də vizasını açıb gələ bilir. Gəlir, işləyə bilir. Qiymətlər fərqli-fərqlidir. Ustanın da qiyməti fərqlidir. Fəhlənin də qiymətləri fərqlidir. Yaxşı işləyən usta 80 euro ola bilir. 70 euro ola bilir. 75 alır, 60 alır, 65 alır. Yəni belə. Bundan ötəri takip edib izləmədə qalmaq lazımdır ki, biz yayın paylaşanda, işçiyə ehtiyac olanda biz deyək. Deyəndə də anında yararlana bilsin həmən adamlar. Oldu, özünüzə yaxşı baxın, hələlik takip etməyi unutmayın.